Bismillahirrahmanirrahim. Değerli izleyenler, her hafta olduğu gibi bu haftada Ehl-i Beyt Coğrafyası programıyla sizlerle birlikteyiz. Bu hafta Kur'an ve hadislerde sosyal ilişkiler konumuz olacak. Peygamberimizin ve sevgili Ehl-i Beyt'inin öğretilerini işlemeye devam edeceğiz. İki tane üstad konuğumuz var. Dilerseniz konuklarımızı tanıtarak programımıza başlayalım. Değerli Azerbaycan ilahiyatçısı, Caferi alimi Sayın Elmir Veliyev hocamız bugün Skype ile bizlerle birlikte olacak. Hocam hayırlı akşamlar, merhaba. Salamlar. Mən də sizləri, əziz izləyicilərimizi salamlayıram və bir daha dəvət etdiyinizə görə təşəkkür edirəm. Biz teşekkür ederiz hocam, teşekkür ederiz. Hayırlı akşamlar tekrar. Ve değerli stüdyo konuğum, daimi konuğumuz Caferi alimi Sayın Güven Dumanlı hocam. Hocam hayırlı akşamlar, hoş geldiniz. İyi akşamlar. Nasılsınız? Sağ olun, siz nasılsınız? Teşekkür ederiz, bizler de iyiyiz. Evet değerli izleyenler, bu hafta konumuz her yaş grubunu ilgilendiren ve dikkatli izlemeniz gereken bir konumuz var. Değerli üstadlarımla birlikte güzel bir akşam, güzel bir program yapacağız. Dilerseniz ilk sorumla değerli Elmir hocamla başlamak istiyorum. Hocam, hadislerde sosyal ilişkilerle ilgili verilen örnekler hangi temel ilkeleri ortaya koyuyor? Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Vessalatu vesselamu ala Resulillahil amin ve ala ehl-i beyti teyyibine tahirin. Allahümme salli ala Muhammed ve ali Muhammed. Bəli, qeyd etdiyiniz kimi mühüm bir mövzudur, lazımlı bir mövzudur. Üzərində daimi işlənilməsi gərəkli olan mövzulardandır. İnsani münasibətlər, sosial münasibətlər. Hədislərə baxarkən görürük ki, məsumlar, Peyğəmbər və Əhl-i Beyt əleyhissalam bu məsələyə xüsusi önəm veriblər. Həmçinin Quran-ı Kərimdə də Allah bu məsələyə işarə edir və yeri gəldikcə bir sıra ayələrdə Allah özü bu məsələyə toxunmuşdur. Sosial münasibətlər bu günləri müasir dövrdə elmi, texniki tərəqqi zamanda yaşayırıq. Sosial münasibətlərin demək olar ki, canlı olaraq bir mənada təbii ki, bir mənada zəiflədiyi bir zamanda yaşayırıq. Demək olar ki, insanlar bütün işlərini, sosial münasibətlərini, əlaqələrini daha çox internet üzərindən yerinə yetirirlər. Və bu bir mənada təbii ki, sosial münasibətlərin canlı olaraq zəifləməsinə gətirib çıxarmışdır. Amma biz hədislərə baxanda, Peyğəmbərin, Əhl-i Beytin sirəsinə baxanda görürük ki, istənilən bir şəraitdə insanlar birlikdə olmalıdırlar. Bu bircəlik insan toplumunun ən əsas xüsusiyyətidir. İstər bu məsələ ictimai əlaqələr olsun, istər insanların bir-birinə kömək etməsi, yardım etməsi olsun, istər müsəlmanların ibadət məsələlərində bir araya gəlməsi olsun. Hətta görürsünüz ki, dinimizdə, şəriətimizdə tövsiyə olunur ki, insanlar ibadət məsələlərində belə bir araya yığışsınlar. Məsələn, tövsiyə olunur ki, gəlsinlər namazları məsciddə cəm şəkildə qılsınlar. Hətta cəm şəkildə qılınan namazın, ibadətlərin, edilən duaların qəbul olunması daha sürətli şəkildə baş verir. Bu baxımdan dinimiz bu məsələyə önəm verir. Həftədə ən azı bir dəfə cümə günü gəlin bir araya yığışın. İnsanlar gəlsinlər məscidə, burada xutbəyə qulaq asırlar.
cemaat namazlarında, cümə namazlarında iştirak edirlər. Bunun hədəfi və məqsədi nədir? Ən azı insanlar, müsəlmanlar həftədə bir dəfə bir araya gəlsinlər və bir-birlərinin hallarından, vəziyyətlərindən xəbər tutsunlar. Dinimiz, baxın, fərdiliyi xoşlamır. Fərdi ibadət eləyəsən, ancaq özünü düşünəsən, hətta ibadət məsələlərində belə, hətta insanın saadətə çatmasında belə, xeyrə çatmasında belə. Bəyənilmir ki, insan təkcə öz aqibətini düşünsün. Ən azından biz Quran-ı Kərimə baxanda görürük ki, baxın, mən düşüncəmdə ən az həddi budur. İnsan təkcə özünü yox, ən azı ailəsini düşünməlidir. Quran buyurur, ya əyyuhəl-ləzînə âmenû, ey iman gətirənlər, iman əhlinə müraciət edir. Qû ənfusəkum və əhlikum nārən. Özünüzü və ailənizi oddan qoruyun. Baxın, insana bir məsuliyyət verir. Təkcə özünü düşünə bilməzsən. Özün ibadət edirsən, əlindən tutacaqsan, ailənin, xanımın, övladın da o ibadət məsələsini cəlb eləyəcəksən. Ziyarətə gedirsən, bir dəfə uşağın əlindən tutacaqsan, övladın əlindən tutacaqsan, özü ilə aparacaqsan. Məscidə gedirsən, Quran buyurur ki, məscidə gedərkən zinətlərinizi özünüzlə götürün. Quran ayəsidir. Quranın başqa ayəsinə baxanda görürük ki, o zinət nədir? Əl-məlu vəl-bənun zinətul həyatı dünya. Mal, pul, sərvət və övlad zinətdir, dünya həyatının zinətidir. Yəni, özü ilə gedəndə məscidə övladı da götürəcəksən, özü ilə aparacaqsan. Hətta öz cibində pulundan, malından aparacaqsan. Orada ehtiyac yaranarsa Allah yolunda onu sərf eləyəcəksən. Mesela Cuma günlerinin, Cuma namazlarının kalabalık olması buna güzel bir örnek diyebilir miyiz? Təbii ki, təbii ki. Ən gözəl nümunələrdən biri budur, təbii ki. Quran-ı Kərimə baxarsan, baxın, namaz qeyd olunanda, Allah namaz məsələsini gündəmə gətirəndə, onun yanında zəkat məsələsini gətirir. Əqimussəlah və atuz zəkat. Namaz qılın və zəkat verin. Fərdi ibadətin yanında bir də ictimai məsuliyyət gətirir. İnsanları da düşünəcəksin. Başqaların düşünməlisən. Və gəlirik Əhl-i Beyt əleyhissalamın həyatına baxanda da biz bunu görürük. Əhl-i Beytin sosial münasibətlərdə göstərdiyi, təqdim etdiyi nümunə ki, Quran-ı Kərim Həzrət Peyğəmbəri bizlərə nümunə təqdim edir. Ləqəd kənə ləkum fī Rəsulillah usvətun həsənə. Allahın Peyğəmbəri sizlər üçün gözəl nümunədir. 12-ci imamımız Həzrət Fatimə barəsində eyni ilə bu ifadəni işlədir. Və fi ibnət Rəsulillah li usvətun həsənə. Allahın Peyğəmbərinin qızında mənim üçün gözəl nümunə var. Əhl-i Beyt nümunədir. Onlar haqqında baxın biz niyə danışırıq? Şəhadət günlərində, mövlud günlərində istənilən bir haldır. Danışırıq ki, Quranın gözəlliklərdən ki, Quran-ı Kərim danışır, o gözəlliyi əməli şəkildə biz görmək istəyirik. Kimə baxaq? Yəni də Quran bizə ünvan verir Əhl-i Beyt əleyhissalam. Baxın, gecə namazlarında ibadət edirlər, 40 mömini dua edirlər, gündüzü də yenə də həmin o dua elədiyi insanlarla bir aradadırlar. O cəmiyyətin, sosial münasibətlərin bir üzvüdürlər. Gecə namazında Həzrət Fatimə 40 mömini dua edirsə, gündüzlər də həmin o dua elədiyi şəxslərlə birgədir. Əlindən gələni yeri gələndə onlara yardım edir, infaq edir və s. Bir alimin gözəl bir sözü var. Deyir ki, gecə namazında 40 möminə dua eləyən gündüz vaxtı ən azından 40 möminə kömək eləməlidir, yardım eləməlidir. Yəni, 40 rəqəmi indi burada məsələn şərti götürsək də, yəni insanlarla bir arada olacaqsın. Cəmiyyətin bir üzvü
olacaqsın, cəmiyyətin arasında olacaqsın. Örneğin Cəmiyyətdən Örneğin Hazreti Fatıma gece namazlarında komşularına, akrabalarına dua ettiğini biliyoruz. Doğru mudur? bəli, bəli. İmam Həsən əleyhissalam məşhur hədisdə eşidirsiniz. Buyurur ki, cümə axşamı anam Fatıməni ibadət mehrabında gördüm. O qədər rükû elədi, səcdə elədi, axırda da o qədər dua elədi qonşulara. Gördüm ki, heç bizi dua eləmədi. Dedim ki, anacan, bəs biz orada Həzrət Fatıma o məşhur hədisi buyurdu ki, oğlum, əlcar, sümmətdar. Əvvəl qonşular, sonra ev, sonra özümüz. Yəni başqaları, sosial münasibətlər. Əhl-i əleyhissalamın bu münasibətlərinə baxarkən görürük ki, insani dəyərlər, insana verilən dəyər, insanın şəxsiyyəti öndə gəlir. Hər şeydən öndə olan insanın şəxsiyyətidir. Baxın, yaxşılıq eləyir. İmam Səccad əleyhissalam gecə çiyinlərində ehtiyac sahiblərinə yemək aparır, acılara yemək aparır. Elə şəkildə eləyir ki, heç kəs onu tanımasın. Və yaxud da qapıların böyür ehtiyac sahibi, əllərini çıxarıb qapıdan ehtiyac sahibinin o ehtiyacını ödəyirlər ki, üzün görməsinlər ki, sabah üzdə gələndə məndən utanmasın. İnsanın şəxsiyyətinə yəni önəm verilir. İmam Hüseyn əleyhissalamın yanına bir nəfər gəlir, deyir ki, ağa, mənim 500 dirhəm borcum var. İmam Hüseyndən pul da istəyir. Deyir ki, borc sahibi mənə möhlət verir. Mən də əlimdə imkan yoxdur ki, mən o borcumu qaytarım. Borc sahibi də mənə möhlət vermir ki, mən işləyim, qazanım, o pulumu, borcumu ödəyim. Səndən istəyirdi ki, bunları danışsın İmam Hüseyn əleyhissalama. İmam Hüseyn əleyhissalam onun sözünü kəsdi. Baxın, burada da yenə insanın şəxsiyyətinə verilən dəyər qabarılır. Məsələn, mənim diqqətimi daha çox çəkdi. İmam Hüseyn əleyhissalam ona buyurdu ki, mənə belə sözlə, səslə onları danışma. Otur onları yaz, ver mənə oxuyum. Ki, ətrafda insanlar var idi. Hətta mənim yanımda belə başqaları sənin ehtiyacla mənim qapıma gəldiyini bilməsinlər. Sənin, məsələn, abrın həyan aradan getməsin. Şəxsiyyətin zədələnməz. Oturur, yazır, İmam Hüseyn əleyhissalama təqdim edir. İmam Hüseyn əleyhissalam oxuyur, onu xidmətçiyə deyir ki, evdən 1000 dirhəm pul gətirir. Xidmətçi gətirir, İmam Hüseyn əleyhissalam 1000 dirhəmi verir həmin o ehtiyac sahibinə, həmin o şəxsə. Deyir ki, 500 dirhəmin borcuva ver, 500 dirhəmi ilə də öz həyatını, məişətini güzel, yaxşılaşdır, ondan biraz keçinəsən. Baxın, insanın şəxsiyyətinə nə qədər önəm verdi. Sonra İmam Hüseyn əleyhissalam cəmiyyətdə mühüm bir məsələ olan və yaşadığımız hal-hazırki zamanda sosial münasibətləri, insani münasibətləri zədələyən, təəssüf ki, bu günləri insanlar arasında bu məsələdə bir inançsızlıq yaranır. Borc məsələsi. İnsani münasibətlərdə demək olar ki, ən acı hallardan biridir. İnsanlar borc alır, sonra borcu qaytarmaqda səhlənkarlıq eləyir və beləliklə cəmiyyətdə etimadsızlıq yaranır. İnsanlar bir-birinə etimad göstərə bilmirlər. İmam Hüseyn əleyhissalam həmin o şəxsə buyurdu ki, bundan sonra nə vaxt ehtiyacın yaransa, elə bir şəxsin qapısına gedəsən, ki, sənin abrunu aradan aparmasın. Cəmiyyətdə insanlar arasında abrın aradan getməsin, şəxsiyyətin zədələnməsin. Birincisi buyurdu ki, dinin, dindar insanların qapısına gedəsin. Baxın, artıq İmam Hüseyn əleyhissalam bu sözü ilə bizə məsuliyyət verir. Dindar demək, elə bir insan olmalıdır ki, nəinki təkcə maddi məsələlərdə əmanətdar yox, mənəvi məsələlərdə də əmanətdar olmalıdır.
İnsan öz heysiyyətini, abır həyasını, şəxsiyyətini dindar qardaşına, mömin qardaşına etibar edə bilməlidir bura qədər. İmam Hüseyin buyurdu ki, dindar insanın yanıcı. O sənə kömək eləyə bilməsə də ən azı duası ilə sənə kömək eləyəcək və sənin abırın, həyan aradan getməyəcək. Sabah ona 5 nəfərin, 10 nəfərin arasında danışıb sənin şəxsiyyətini zədələməz. Sonra İmam Hüseyin əleyhissalam buyurdu, av mürüvvətun, mürüvvət sahiblərinin qapısına gedəsən, domərd insanların, yəni o kişilik xüsusiyyəti olan insanların qapısına gedəsən. Bu elə bir xüsusiyyətdir ki, baxın, din gəlib sıfırdan insanda o cömertlik xüsusiyyətini yaratmır, kişilik xüsusiyyətini yaratmır, insanın o canında olmalıdır. Və belə insanlar dindar da olanda, dinə gələndə də onların dindarlığı gözəl olur. Onların dindarlığı, möminliyi cəmiyyətdə dindarlığın və möminliyin səviyyəsini yüksəldir. Belə insanların sayəsində insanlar dindarlara da hörmət və etimad göstərirlər. O kişilik xüsusiyyəti olanlar. Ona görə İmam Hüseyin əleyhissalam bilirsiniz, Kərbəlada onlara səsləndi, buyurdu ki, dininiz yoxdursa o ərəbliyiniz, ərəb xüsusiyyətiniz, yəni o kişilik xüsusiyyətiniz hara getdi. Və İmam Hüseyin əleyhissalam buyurur ki, belə insanların qapısına gedəsən ehtiyacın olandır. Sonra buyurur, Əv-Həsəbun, əsl nəcabətli insanların qapısına gedəsən. Əsl nəcabətli insanın qapısına getsən, o sənin şəxsiyyətini zədələməz. O sənin cəmiyyətdə adını, heysiyyətini aradan aparmaz. Gözəl məsələdir. İnsan çalışmalıdır övlad tərbiyəsində. Baxın, cəmiyyəti formalaşdıran ailədir. Bizdən soruşsalar ki, islahatın hədəfi nədir? Dinin islahatının hədəfi nədir? Fərddir yoxsa cəmiyyət? Ən gözəl cavablardan biri budur ki, heç biri. İslahatın hədəfi ailədir. İnsan öz ailəsindən başlanır. Və cəmiyyətdə formalaşdıran ailədir. Ailə islah olursa, bir cəmiyyət islah olur. Ona görə də insan gözəl övlad tərbiyə edirsə, sabah onu cəmiyyətə təqdim edirsə və beləliklə cəmiyyətdə gözəl, əsl nəcabətli ailələrin sayı çoxalırsa, cəmiyyəti təşkil edən üzvlər belə ailələrdən çıxırsa, aslında cəmiyyət, sosial münasibətlər, insani münasibətlər əmin-amanlıqda olur. İnsanlar rahat şəkildə həm malların, həm canların, həm mənəvi məsələlərin digər insanlara, möminlərə, dindarlara etibar eləyə bilir. Değerli hocam, bu infak konusuyla alakalı bir seyircimiz soru sormuş da onu size arz etmek istiyorum. Ahmet Özbay Beyefendi hayırlı akşamlar diliyor. Komşuluk ilişkilerinde infak etmek için, yani ihtiyaç sahibi olan kişinin Müslüman olması şart mıdır? İnfak meselesinde Müslüman olması şart mıdır? Bakın, dinimizde bazı yardımlar var, müxtəlif adlarla. İnfak var, İsar var, sədəqə var, zəkat var. Bu məsələlərdə, məsələn, zəkat məsələsində yaxşıdır insan adi mübarək Ramazan ayında fitrə zəkatı məsələn ödəyirsən, orada müsəlmanın olması lazımdır ki, insan o məsələdə müsəlmana öz zəkatını versin, fitrə zəkatının məxsusunda. Hətta yaxın qonşuları qoyub ucağa onu verməsin. Belə məsələlər var. Amma müstəhəb sədəqələr, infak məsələlərində bu insan İslamla düşmən deyilsə, açıq-aşkar müsəlmanlarla, İslamla düşmənlik etmirsə, təbii ki, ehtiyacı varsa, orada heç bir problem yoxdur ki, insan infaqı, malın, həmin o ehtiyac sahiblərinə də versin. Bəlkə yaxşıdır ki, bu yollar o İslam tarixindəki var, Həzrət Peyğəmbərin əslində metodudur. Müəlləfətun qulubuhum.
bəlkə onların qəlbləri İslam'a meyillənə. Evet. Hazreti Peyğəmbər döyüş qənimətlərində o müşriklərə, hələ İslam'a qəlbən iman gətirməyənlərə bu metoddan istifadə edir. Hətta bəzi müsəlmanlar etiraz edirlər. Həzrət Peyğəmbər orada onlara izah edir ki, bəlkə bu yolla onların qəlbində İslam'a məhəbbət yaransın. Bu baxımdan heç bir problemi yok. Ya hocam ek olsun, sözüne kuvvet olsun. Zaten Hel-Eta olayında da Ehl-i Beyt Aleyhisselam yetime ve miskine ve esire veriyorlar Evet. azıklarını. Evet. Esirse zaten Müslüman şehrinde esirin ne işi var? Müslüman esir olmaz ki. Muhtemel ki o da Müslüman değil. Esir olarak gelmiş oralara. Evet. Müslüman olmadığı için esirdir zaten. Evet. İslam'ın başkentinde niye esir olsun Müslüman? Elbette. Demek ki Müslüman olmayan biriydi. Bir Kur'an ayetinde Ehl-i Beyt Aleyhisselam'ın yaptığı, işlediği bir şeydi. O yüzden yani izleyicimiz Evet. bu konuda Ehl-i Beyt'i taklit etsin. Daha iyi bir delil bulamayız değil mi hocam? Evet. Kur'an'da ayeti var. Güzel. Ehl-i Beyt esire veriyor. Demek ki Medine'de Müslüman esir olmayacağına göre artık Romalı mıydı, başka bir yerli miydi bilmiyoruz. O yüzden hiçbir sorun olmaz. Hatta Ehl-i Beyt'in yaptığı aynı zamanda müstehaptır da. Bəli. Çox gözəl nöqtəyə işarə elədiniz hocam. Çox gözəl nöqtə idi. Eyvallah. Ən gözəl cavab budur. Quran-ı Kərimdə də belə insanlar İbn-i Səbil ifadəsi keçir Quran-ı Kərimdə. Yəni yolun övladı. Amma bu kimliyi bilinmir. Başqa ölkədən gəlir. İnsan bəzən yaxşılıq eləyəndə İstəyər ki, elə insanlara məsələn yaxşılıq eləsin, riyakarlıq məsələn xüsusiyyəti var, istəyər ki, 5 nəfər, 10 nəfər də bunun yaxşılığından xəbər tutsun. Və yaxud da kimlərəsə görə o şəxsə yaxşılıq eləyər. Amma elə ən gözəl infaqlardan biri budur ki, İbn-i Səbil. Məsələn, gəlib hansısa ölkədə, hansısa şəhərdə bu qəribdir, kimsəsizdir, pulu qutarıb, buyurur ki, belə insanlara yaxşılıq eləmək daha gözəldir. Onun insan heç kəsin tanımır. Təkcə Allahın bəndəsi olaraq ona yaxşılıq eləyir. Allah yolunda yaxşılıq eləyirsə, bunun savabı və fəziləti daha gözəldir. Evet hocam, ağzınıza sağlık. Teşekkür ediyorum. İkinci soruma devam etmek istiyorum hocam. Neçül Belaga'da komşuluk ve kardeşlik vurguları sosyal ilişkiler için nasıl ifade ediliyor hocam? Yani İmam Ali Çox Aleyhisselam- gözəl sual bu. Günümüzdə aktual olan mövzulardan biridir. İnşallah ustad özü də işarə eləyəcək Quran-ı Kərim nöqteyi nəzərindən. İlk öncə mən Quran-ı Kərimdən bir ayəyə işarə eləmək istəyirəm. Quran-ı Kərimdə Allah özü qonşuluq məsələsinə toxunur. Ayəsi var Quran-ı Kərimdə. Nisa surəsinin 36-cı ayəsində. Allah özünə ibadəti gətirir. Və'budullah və la tuşriku bihi şey'an. Allaha ibadət edin, Allaha bəndə olun və ona heç bir şey şərik qoşmayın. Və bəzi hüquqları gətirir, bəzi münasibətləri gətirir. Və bil valideynə ihsanən. Valideynə, ataya, anaya yaxşılıq eləmək, ihsan eləmək. İhsan yəni istənilən bir yaxşılıq. Əllamə Təbətəbainin gözəl bir yanaşması var bu ayə barəsində. Buyurur ki, Quran demir vəlil valideynə ihsanən. Valideynlər üçün yaxşılıq eləyin, yox. Və bil valideynə ihsanən. Yəni, mümkündür ki, insan uzaqdan valideyninə kömək eləsin. Pul göndərsin, yemək göndərsin, xəstədirsə dərman məsələn göndərsin ona. Özü də otursun rahat şəkildə evində yatasın və yaxud da bir xidmətçi, hizmət eləyən bir şəxs tutsun onlara baxsın, ayda onun pulunu versin, bu da otursun rahat şəkildə evdə yox. Və bil valideyni ihsanən. Bir ön qoşması ilə gətirməsində məqsəd odur ki, insan özü onlarla bircə olsun, onların yanında olsun.
o xidməti özü öz əlləri ilə eləsin. Valideyn gözün açsın, ata-ana gözün açsın, övladı başın üstündə görsün. Bu xidməti bizzat, yəni özü yerinə yetirsın. Bu da əlavə olaraq Qurani-Kərimin gözəl tövsiyələrindəndir. Və bizil qurba vəl yətama vəl məsakin, qohumlara, yetimlərə, miskinlərə insan yaxşılıq eləsin. Bunlar da öz yerində. Sonra Quran buyurur, vəl cari zil qurba vəl caril cəmbi və sahibi bil cəmbi. Quran buyurur, qonşulara insan yaxşılıq eləsin. Yaxın qonşulara, maraqlıdır, Quran yaxın qonşuları gətirir və uzaq qonşular məsələsini gətirir. Belə baxanda hədislərdə, dinimizdə bu məsələyə çox işarə olunur, qonşuluq haqları barəsində. Hətta Həzrət Əli əleyhissalam Nəhcül Bəlağədə vəsiyyətləri var Həzrət Əlinin. 47-ci məktubda Həzrət Əli əleyhissalam İmam Həsənə, İmam Hüseynə vəsiyyətlərində buyurur ki, qonşularınızla yaxşı keçinin, sizə qonşuları vəsiyyət edir. Qonşuluq məsələsini Həzrət Əli əleyhissalam vəsiyyət edir. Orada namazı tövsiyə edir, yetimləri tövsiyə edir, Allah evinin ziyarətini tövsiyə edir və gətirir qonşuluq məsələsini. Nəhcül Bəlağədə değil mi hocam? Bəli, 47-ci məktubda. Seyircilerimiz evet İmam Ali Aleyhisselam'ın vasiyetnamesini Nəhcül Bəlağədən okuyabilirler. İnternet üzerinden de ulaşabilirler sanıyorum. Bəli, 47-ci məktubda Nəhcül Bəlağədə Əli əleyhissalam buyurur, qonşularınız barəsində Allahdan qorxun. Yəni onlar barəsində məsuliyyət daşıyırsınız. Allahdan qorxun ki, onlar barəsində Həzrət Əli əleyhissalam buyurur Nəhcül Bəlağədə, Həzrət Peyğəmbər bizə o qədər göstərişlər verdi, o qədər qonşuluq haqlarından danışdı ki, məşhur hədisdə Əli əleyhissalam buyurur ki, biz düşündük ki, qonşular bizdən ilk aparacaq. Hətta bura qədər. O qədər göstəriş verdi qonşular haqqından. Biz düşündük ki, axırda Peyğəmbər deyəcək ki, qonşular sizin malınızdan, mülkünüzdən irs aparır. Və yaxud da qonşular haqqında buyurur ki, hurmətul car, ələl car və yaxud da hurmətul car, ələl insan və hurmətil qonşunun insan üzərində olan haqqı, hörməti ananın hörməti kimi. Quran-ı Kərimdə, hədislərdə dinimiz bu qədər anıya qarşı hörmət, ehtiram, valideynə ehtiramdan danışır. Qonşunu da Həzrət Peyğəmbər anıya hörmətlə bir tutur. Baxın, nə qədər mühüm məsələdir. İnsan özü bəzən çox dərindən düşünmür, ciddiyə bəlkə də o qədər də almır. Amma insan oturanda bu hədislərə baxanda, biraz düşünəndə həqiqətən də mühüm məsələdir. Və dinimizin də gözəlliklərindən biridir. Ki, insan qonşuları ilə gözəl münasibətdə olsun, qonşularla gözəl keçinməli. Ananın hörməti qədər mühüm məsələdir. İnsan öz anasına necə hörmət göstərir, necə xidmət göstərir, necə itaət edir. Qonşuda bax, belə olmalı. Qonşuya da xidmət edəcəksən. Qonşunun bir ehtiyacı olduğu köməyinə qaçacaqsan. Belə olmalıdır. Hətta hədisdə var ki, ev almazdan əvvəl qonşunuza baxın. Evet, doğru hocam. Gözəl qonşular olan bir yerdən ev alın ki, orada gözəl qonşuluq münasibətləri olsun. Düzdür, bəzən olur ki, insanın qonşuları mümkündür ki, yaxşı insanlar olmasın, hətta nalayiq insanlar olsun. Belə də olur. Təəssüf ki, belə insanlar da olur, qonşuluqda da belə insanlar əksər insanlarda da bəlkə də var. Amma burada da insan yenə də dinin başqa bir tövsiyəsi bu ki, dördümlülük xüsusiyyətini gətirir.
İnsan onlarla da onların hidayətini çalışmalıdır. Çünki insan düşünəndə ki, məsələn, bu insan niyə mənim qonşumdur? Gəl onu öz xeyrimizə çevirək. Demək, məndə hansısa bir zəif nöqtə var. Allah o nöqtəni tutub məndə və bu qonşu vasitəsilə məni islah eləmək istəyir. Evet, evet. Mənim o zəif nöqtəmi aradan aparmaq istəyir. Çünki Allahın işi bizim hidayətimizdir, bizim islahımızdır. Bizim ruhumuzda, əxlaqımızda ciddi problemlər varsa, nöqsanlar varsa, biz o problemlərlə dünyadan köçürürsə, biz o problemlərlə cənnətə gedə bilmərik. Allahın da bizim həyatımızda bir ömür işi bundan ibarətdir ki, bizi islah eləsin, o zəif nöqtələrimizi aradan aparsın. Bu məsələ mümkündür ki, övlad vasitəsilə olsun. Məsələn, insanın övladının əxlaqi problemləri olsun. İnsan onun vasitəsilə, ona dözməklə, onun hidayətinə çalışmaqla, özündə də qəzəb məsələn xüsusiyyətini, özündən çıxmaq xüsusiyyətini islah eləsin. Xanımı belədirsə, xanımla münasibətdə o dözümlülük xüsusiyyəti gəlir. Qonşu belədirsə, qonşu ilə münasibətlərdə o dözümlülük xüsusiyyətin insan özündə gücləndirməlidir, çoxaltmalıdır və onun islahına çalışmalıdır. Çünki sən o qonşuya görə gedib hansısa bir kimsəsiz yerdə də yaşasan, bir adada da yaşasan, yenə də Allah bir şey çıxardacaq, gətirəcək sənə ki, sən yenə də o zəif nöqtəni özündə həll edilsən. Bir vesile çıkaracak. Bunu idrak etmemiz gerekiyor bu durumlarda. Bəli, bəli. Təbii ki, nə qədər çətin də olsa, amma biz buna çalışmalıyıq. İnsanın öz xeyri də var, mənəvi xeyri də yatır bunun altında. Və yaxud da qonşuluq haqlarından biri budur ki, hətta buyurur, ev tikəndə qonşunun evindən yüksək ev tikməyin. Hündür olmasın ki, onun havasının qarşısını alasan. Ona əziyyət verəsin. Olur, məsələn, bəzi yerlərdə, bəzi şəhərlərdə evlər o qədər bir-birinə yaxın olur. Gəlir, məsələn, bir nəfər də imkanı var, hündür bir ev tikir. Məsələn, qonşunun pəncərəsi açılırdı, orada otağına hava gəlirdisə, bu hündür evi tikdi, o havanı qarşısını aldı, məsələn. Və o qonşu başlayır əziyyət çəkməyə. Dinimiz bura qədər hədislərdə var ki, bizə tövsiyə edir, diqqət edir ki, qonşuya hətta bu vasitə ilə belə əziyyət verməyəsin. Və qardaşlıq münasibətlərinə gəlincə, İnnəməl mu'minunə izbə, müminlər qardaşdırlar. Həzrətli Peyğəmbər Mədiniyə hicrət edəndən sonra ilk işi müminlər, müsəlmanlar arasında qardaşlığı elan edir. Müsəlmanlar bir-birlərlə qardaş olurlar. O sırada da bilirik ki, Həzrəti Əli əleyhissalamı özünə saxlayır. Və Həzrəti Əli ilə də Həzrəti Peyğəmbər öz qardaşlığın elan eləyir. Baxın, bu münasibətlər həm möminlərin, dindarların, müsəlmanların və geniş çərçivədə insanların arasında olan münasibətləri tənzimləyir. Eyni zamanda bizim öz aramızda olan gözəl münasibətlər Əhl-i Beytin sevincinə səbəb olur. Hər bir işimiz, bütün məclislərimiz belə. Nə qədər məclislər keçirilir? Şəhadət, mövlud və s. Xüsusi günlər. Bunun üçündür ki, Quran necə buyurur? İbrahimi yad elə. Peyğəmbərə Quranda buyurur. Vəzkur ibadənə İbrahimə, İshaq və Yəqub. İbrahimi, İshaqı, Yəqubu yad elə. Bu insanlar yəni yad olunmalıdır. O qədər mühüm şəxsiyyətlərdir ki, bunları insan yad eləməlidir. Onları yad eləməyə, zikr eləməyə insanın ehtiyacı var. Bunlar nurdular. Ulul əydi vəl əbsar. Quran buyurur, onlar bəsirət sahibidirlər. Yol sahibidirlər. Evet, onlar hocam, həm yolu tanırlar, həm də o yolu gedirlər. evet
Evet, ve hocam Bəli, buyurun. aynı zamanda da şöyle bir şey var. Günlük hayatımızda karşılaştığımız her sorunda, her olayda görüyoruz ki Ehl-i Beyt'ten bizlere bir örnek var. Bəli. Təbii ki. O örnəklərdən mən bir neçəsini təqdim etmək istəyirəm sizlərə, izləyicilərimiz üçün. Buyurun elbette. Bunu Quran ayəsinin ona görə dedim ki, insan onları yad eləməyə ehtiyacı var ki, özünü onlara bənzətsin. Evet. Onların təsiri daim bizim həyatımızda özünü göstərsin. Həzrət Fatiməni məsələn bu xüsusiyyətimizlə biz sevindirək. Həzrət Peyğəmbəri bu xüsusiyyətimizdən sevindirək. Özləri buyururlar ki, bizim zinətimiz olun. Bizim gözəl münasibətimiz, öz aramızda olan münasibətlərin gözəlliyi, möminlər arasında, insanlar arasında olan səfa və səmimiyyət Əhl-i Beytin sevincinə səbəb olur. İlmi səmi'tu cəddəkuma Rəsuləllah yədulu İslahu zatil beyni əfdəlu min ammətis səlah və siyam. Həzrət Əleyhisselam şəhadət yatağında olanda vəsiyyətlərindən biridir ki, İmam Həsənə, İmam Hüseyin əleyhissalama da ümumiyyətlə Əbdülmüttəlib evladlarına olan xövsiyələrindəndir. Buyurur, babanız Peyğəmbər buyururdu, insanlar arasındakı münasibətləri düzəltmək bütün müstəhəb namaz və oruclardan üstündür. Evet hocam, burayı bir tekrar edebilirseniz. Həzrət Əleyhisselam buyurur, İmam Həsənə və İmam Hüseyin əleyhissalama vəsiyyətlərindəndir. Babanız Peyğəmbər buyururdu, insanlar arasındakı münasibətləri düzəltmək bütün namaz və oruclardan üstündür. Yəni müstəhəb namaz və oruclardan üstündür. Sonra buyurur, sədəqətu yuhibbuhallahu islahun beynən nasi İza təfasədu və təqarubun İza təbaədu. İnsanlar arasındakı pozulmuş münasibəti düzəltmək və bir-birindən uzaqlaşmış insanları yaxınlaşdırmaq Allahın ən çox sevdiyi sədəqədir. Allah yolunda fərqlənən ən gözəl sədəqə budur ki, iki nəfər küslü insanı, cəmiyyətdə iki nəfər küslü insanı barışdırmaq üçün vasitə olasan. Məsələn, pulundan xərcləsən, onları bir araya gətirəsən, bir çay süfrəsinə gətirəsən. Bu Allah yolunda, bu yolda xərclədiyin pul Allahın ən sevdiyi sədəqədir. Ənfal surəsində ayə ki var, və əslihu zətə beynikum. Bir-birinizin arasını düzəldir. Küsüllüyü aradan qaldırın. İmam Sadiq əleyhissalamın səhabəsi var idi. Müfəzzəl ibn Ömər. İmam Sadiq əleyhissalamın ən yaxın səhabələrindən idi. Görür ki, iki şiə Əhl-i Beyt tərəfdarı sənin ortasında bir-biri ilə mübahisə edirlər. Pul üstündə. Birinin borcu var, o da borcunu istəyir, öz aralarında ixtilaf yaranır. Deyir, müfəzzəl onların ikisini də çağırır, aparır evə. Onların məsələsini soruşur. Deyir, sizin ixtilafınız nə üstündədir? Niyə sənin ortasında bir-birinizlə niyə mübahisə eləyib? İmam Sadiqin adını aparırsınız. Hamı sizi İmam Sadiqin dostu kimi, tərəfdarı kimi, Əhl-i Beyt tərəfdarı kimi tanıyır. Sizə yaraşmaz axı küçənin ortasında belə eləyəsiniz. Əhl-i Beyt bizə buyurur, zinət olun, bizim zinətimiz olun. Sonra deyirlər ki, bunun mənə 400 dirhəm borcu var. Onu qaytarmış. Müfəzzəl çıxardı 400 dirhəmi verir həmin o borc sahibinə və arada olan ixtilafı aradan qaldırır. Sonra buyurur ki, elə bilməyin, ya bu pul mənim öz pulum idi. Öz pulum deyildi. Bu pulu mənə İmam Sadiq əleyhissalam özü verib ki, bizim tərəfdarlarımız arasında, şiələrimiz arasında
pul üstündə mübahisə yarananda, ixtilaf düşəndə o ixtilafı aradan qaldıraq. Baxın, İmam Sadiq əleyhissalam insani münasibətlərə bu qədər önəm verir. Müsəlmanların, möminlərin arasında olan münasibətə bu qədər diqqət göstərir. Öz büdcəsindən pul ayırıb ki, möminlər arasında, insanlar arasında ixtilaf düşəndə o ixtilafı aradan qaldırsın. İzâ rə'eytə beynəsnətəyn min şiətinə münazəətən dəha min mali. Dedi İmam Sadiq əleyhissalam özü mənə buyurur. Bizim şiələrimizdən ikisinin arasında maliyyə məsələsinə görə mübahisə yarandığını gördükdə mənim pulumdan onlara ödə və onları barışdır. Belə mühüm məsələdir və Əhl-i-Beytin insan zinətinə çevrilməlidir. Bu baxımdan ki, gözəl münasibətlər, sosial münasibətlər. Evet değerli hocam, ağzınıza sağlık. Allah razı olsun, çok güzel konulara değindiniz. Ben de çok güzel notlar aldım. Programın sonunda da araştıracağım. Neşr Belaga'da İmam Ali'nin vasiyetine özellikle. Allah razı olsun. Allah bilginize, ilminize bereket versin değerli hocam. Çok sağ olun. Kısa bir aramız olacak. Hocamızı uğurluyoruz. Hocamızı uğurlayacağız. Evet, siz Hocam de... ağzına sağlık. Bizi onurlandırdın, Evet, şeref evet. verdin. İyi ki varsın. Təşəkkür edirəm dəyərli hocam, dəyərli ustad, dəvətinizə görə mən təşəkkür edirəm sizə. Allah var etsin. Allah sizi bu cəmiyyətdə çox görməsin. Sizləri Allah işlərinizdə müvəffəq eləsin və daim Allahın nəzərində olasınız. Bütün izləyicilərimizə də daha diqqətləri üçün təşəkkür edirəm. Allah razı olsun. Kardeşliğimiz var olsun inşallah bu Amin. iki devlet tek milletin. İnşallah yakın zamanda seni burada da stüdyoda görmek isteriz. Evet. Kendine iyi bak inşallah. Allah'a emanet ol. İnşallah. Evet, değerli hocamızı uğurladıktan sonra kısa bir aramız olacak değerli izleyenler. Ardından programımız devam edecek.